Pis. Yani bu dovşana baxın. Oy. Ay bala səni hər dəfə alıram. Almayacağım. Almayacağım. Nə olsun 4 manatadır? Doludur səndə evdə labubu. Bezmişəm labubudan. Yox, 4 manat, 10 manata sənə gör nə almışam. Antrikot. İstədin aldım. Mərva məndən kebab istədi və antrikot. Bunu istəmişdin də. Xeyr, yeni vlog çəkməyə hazırlaşıram, amma bu səhər yeməyimi yeyəndən sonra. Çünki bu günləri nəsə özümü daha çox belə bol enerjili hiss edirəm. Bu fürsətdən də istifadə eləyib yarımçıq qoyduğum oradakı geyimləri çəkəcəm. Bilirsiniz ki, pəncərəmin altında bəzi geyimlər qalmışdı. İstəyirəm onları bugün sizlərə göstərim. Getdik. Buranı boşaltmaq istədikcə nədənsə boşalmır da. Nədən başlayaq? Qızlar, keçən səfər bütün paltaları hamısını yudum. İnanın ki, yer yoxdur. İndi mən bunları hara yerləşdirəcəm bilmirəm. Bu iki şlyapanı yayda almışam. Belə bir uzun razrezli yubka. Streçdi. XS. Sevinirəm. Bu da eyni modeldir. Yox, bunun razrezi yoxdur. M. Koftanı indirimdəydi almışdım 10 manata. Belə kofta. Bir də qırmızı. Düzdür, mən qırmızı rəngi çox sevmirəm. Demək olar ki, heç sevmirəm. Amma nə bilim, xoşuma gəldi. Cinslə geyinsəm, məncə yeridir. Cinslə ilə qara lasıyla altdan bu, üstəndəki bir dənə qara saroçka. Bu da 5 manat. Bu isə bu oyda. Mən bunu o qədər bəyənirəm. Qızlar, o qədər bəyənirəm. Mən belə boyundan belə keçirmə koftalar çox yaraşır. Boderidir bu. Sonra bir də belə bir dəsti. Bu endirimdəydi aldım. 8 manata, 33 manatdan düşüb. S. Bunun koftası da var. Rəsam da var. Belə bir şortik almışdım yayda. Və qızlar, koftanı çox sevirəm, amma amması var, çox yeyir adamı, geyinəndə adamı qəribə olursan. 28 manatdan düşüb 10 manata. Sonra belə bir S ölçüdə 7 manata şortik. Şortik deyərkən belə pijamaların, pinyarların şortikləri olur ya, o tipdə bir şeydir. Ölçü neçə idi? S. Bu neçə? XL nədir? Ay Allah. L, XL. Biz bu. SM. Çox qəribə figuram var mənim. Kalyotdan isə İnanırsınız, mən bu yubka yadımda deyildi. 13 manat almışam.
indirim. Öncəki qiyməti isə 36 manatdan düşüb. Heç inanırsınız, qəti yadımda deyildi də, yəni bu mənim. Qızlar, təriflədiyim koftaya bir də əynimdə baxın. Buna belə Barbie stili deyilir də. Mənə elə gəlir ki, belə yaxası belə olan model mənə yaraşır. Yəqin ki, yayda bir dəfə belə bir kombin eləyəcəm. Məncə çox qəşəng qaldı. Hele bu çantanın da ışıklar sönmüş diye şam yandırdım. Gördüm buradan seni. Hələ mən bu kurtkanı düzənməli geyinməmişəm. Bunu ən çox belə geyimdən çox, belə şalvarla yox, lasin və belə uzun bot bura qədər. Məncə çox qəşəng qalar. Çünki başqa heç bir şeylə kombinləyə bilmirəm. Xoşuma gəlmir. Elə bilirəm ki, məsələn belə şalvarlarla elə bilirəm yaxşı qalmır. Şəkil. Kızlar, burada yaxında restoran var idi. Aziya mətbəxi. Çox acam, səhər yeməyini belə yeməmişəm. Gözlerimde sönmeyen bir yangın var. Söyle şimdi kim kurtarır beni?
çay və kofelər üçün belə diş pastası almışam. Çox təriflədilər. Ümid edirəm ki, razı qalaram. Mən çox içirəm çaydı, kofedir. Biraz dişlərimi ağartmaq istəyirəm. Bunu bir yoxlayacağam. Rossmanndan belə bir miseller almışam. İlk dəfədir ki, bu markadan alıram. Və bir də həmin firmanın günlük yüz kremini aldım. SPF də var tərkibində 20% və kollagenlidir. Nəysə krem teksturasındadır, yəni gel falan deyil. Mən gel falan sevmirəm çox da. Nədənsə belə daha çox xoşuma gəlir. Yayılması sanki daha rahatdır mənim üçün. Sonra belə bir şampun və Mərva üçün də həm şampun, həm də bədən geli və bir də saç maskası. Bu maskadan bir dəfə almışdım. Belə də orta, normaldır. Yenə də şans vermək istədim, aldım. Sonra vazelinin bədən kremini götürdüm. 2 gün dərini nəmli saxlayır. Bunu da Ador'dan almışam. Qiymət 36 manat. Pupanın bədən losyonudur. Kalyopdan sırğa. Bansinin şokoladdır. Desəm onu südlə qarışdırmaq lazımdır. Popondan bu markanı çox bəyəndim. Material da qəşəngdir. 20 manata. Aldım. Bir də Çiranova'dan bunu axtarırdım. Elə bildim ki, Çiranova'da tapacağım. Material da çox qəşəngdir. Ölçü bu da 20 manat. Body'dir. Mən bunu sırf cins şalvar üçün almışam. Başqa bir də belə bir çaşka aldım. Neçə vaxtdır sırf belə bir modeldə çaşka axtarırdım. Hələ birini də Homey'dən alacağım. Çox bəyənmişəm. Orada 30 manatdır. Bunu deyəsən 13 manat aldım. Bunu görmüşdüm, amma nəsə diqqətimi çəkmirdi. Amma yaxşı ki aldım. Çox bəyəndim. Qəşəngdir. Sizi dinləyirəm. Hər biriniz güclü və cəsur. Amma əməkdən yapırsınız. Nə? Bir də deyil. Oturmağa yer var. Yiyərəm.
Gedirik qutab yeməyə. Merve niye arkadasın? Şen düşbere var. Düşbere Yok ben size değilim. ne? İstemem. Sen bunu yemirsən də, hə? Mama. Ay canım. Hoca Ege'de de. Bu düşməz. Yok içmem. Elimi bıraksan. Ben yaxşı səndən tuturam. Şu, hoşuma geldi. Ya bunlardan da istəyirəm, götürüm. Səni aldım. Hə, yaxşı, aç. Nerede mi? Məktəbə almışam. Bayıldı. Ne tane var ne? Bax, gör nələr var. Hı. Bu ne? Bak. Bu çox qəşəngdir. Məktəbə hər gün səhər qoyacağam. Bax, belə vaflilərdir. Ha. Çox dadlıdır. Bunu 5 manat Bunu almışam. anladım. Sokların. Barni. 2 dənə də sokun, salfetkan. Все. Əzəldəki bunlar hamısı. Şimdi gör da... Nə? Gel. Yarısını yemişəm, yarısını da sən Bilirəm, saxlamışsan. baxdım bak. Gördün? Mən də sən sürpriz eləyirəm axı. Gel. Amma indi yox, biraz qoy Bakın istilənsin. yüzüne bakın. Əriyir, əriyir, əriyir. Necədir? Amma qoy biraz ərisin. Dubai yazıyor.